Gürcüstanın qadın yığması Avropa çempionatında ikinci yeri tutdu. Daha ətraflı materialımızda. Gürcüstanın qadınlardan ibarət milli komandası Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa Oxçuluq Çempionatında 18 metrlik oxatma yarışında uğurla çıxış edərək 21 yaşdan böyüklər kateqoriyasında vitse-çempion titulunu qazandı. 31 ölkə nümayəndəsinin qatıldığı turnirdə Gürcü idmançıları finala qədər Bolqarıstan və İtaliya komandalarını məğlub etdilər. Həlledici görüşdə isə Moldova komandasına 5-4 hesabı ilə məğlub olaraq gümüş medal qazandılar. Komanda üzvlərindən birinin Marneul İdman Məktəbinin şagirdi Salome Xarşiladzenin olması diqqətə layiqdir. Bolqarıstanda keçirilən Avropa çempionatında mən və komandam ikinci yeri aldıq. Bu uğur mənim üçün, komandam üçün və ölkəmiz üçün çox sevindirici xəbərdir. Yetərincə çətin mübarizə apardıq. Amma şadam ki, uğurla öhdəsindən gəldik. Mənə dəstək olan və azarkeşlik edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Ailəm, valideynlərim, məşqçim Gio Gordezyani, eyni zamanda yeni dəvət olunmuş Koreyalı məşqçi. Həmçinin yığmanın mübarizə apararaq qalib gəlməsində əməyi olan hər bir məşqçiyə Gürcüstanın Oxatma Federasiyasının və Marneulinin İdman Məktəbinə minnətdaram. Ümid edirəm növbəti medalımız qızıl olar. Ürəkdən zəhmət çəkilən iş mütləq uğur gətirər. İstəyirəm Salomenin və məşqçisi cənab Gio Gordezyanini təbrik edim. Marneuldə perspektivli gənclərin yetişməsi məni sevindirir. Əminəm ki, bir çox uğurları dəfələrlə qeyd edəcəyik. Oxatma Federasiyasının prezidenti qeyd edir ki, 2022-ci ildən bəri komandanın demək olar ki, bütün üzvləri karyeralarını başa vurublar. Bundan sonra yeni bir komanda yaradılıb və bu ölkəyə 4 illik yenilənmə və hazırlıqdan sonra ilk əhəmiyyətli nəticələrini gətirib. İlk növbədə Oxatma Federasiyasının prezidentinə, İdman nazirinə, Olimpiya komitəsinə təşəkkür edirəm. Növbəti ildən biz olimpiyadaya hazırlaşacağıq. Çox əhəmiyyətli uğur qazanılıb. Nəzərə alsaq ki, 5-6 ildir ölkəmizdə bu idman növü üzrə fəal məşqlərə başlanıb. Həmin dövrdə tanınmış peşəkar idmançılar aktiv idmandan uzaqlaşdılar. Faktiki olaraq 2023-cü ildən biz yeni yığmalar toplamağa başladıq. Yığmanın əsasını dünənki uşaqlar təşkil edir. 4-5 hesabı bərabər mübarizədir. Bir xal ilə qızıl medalı əldən verdilər. Bu ildə müəyyən uğurlarımız olacaq, amma mən söz verirəm ki, gələn il Gürcüstan yığmasının böyük nailiyyətləri olacaq. Çempionatdan sonra komanda üzvləri vətənlərinə qayıtdılar. Hava limanında ailə üzvləri, dostları və azarkeşləri tərəfindən qarşılandılar. Yarışa komandanın baş məşqçisi Koreyalı mütəxəssis Hyung Sun An rəhbərlik etdi.